Sonra hər məzmun xətti üzrə təlim nəticələri, Bəli, bir də məzmun. hər fənn üzrə sinifin sonu üçün təlim nəticələri. Ay sağ ol, doğrudur. Təhsil səviyyələri üzrə təlim nəticələri. Təhsil səviyyələri deyəndə bax başa düşün ki, nə deməli? Məsəl üçün ibtidai təhsil səviyyəsi üzrə təlim nəticələri var və ümumi orta təhsil səviyyəsi üzrə təlim nəticəsi var. Tam orta təhsil səviyyəsi üzrə təlim Bəli, nəticələri var. keçən Bəli. səfərki dərsimizdə keçdik də biz Ay sağ ol, səviyyələri. səviyyələri, bəli. Yadımızdadır. Səviyyələri onda keçdik. İndi də səviyyələr üzrə təlim nəticələrini öyrəndik ki, hər təhsil səviyyəsi üzrə təlim nəticələri var və bu təlim nəticələri müəllim əvvəlcədən nə etməlidir? Bilməlidir. Müəllim bu təlim nəticələri ilə müəyyənləşdirməlidir, bilməlidir ki, bu təhsil səviyyəsi üzrə, öz fənni, öz ixtisası üzrə şagirdlərdə hansı bilik bacarığı əldə edəcək. Təlim nəticənin belə deyim, ən sadə başa düşüləcək formanı deyim ki, təlim nəticəsi müəllimlər əldə olunan, yəni şagirdlər tərəfindən əldə olunan bilik bacarıqdır. Təlim nəticəsi budur. Şagirdlər tərəfindən dərsin sonunda olsun, ilin sonunda olsun, təhsil səviyyəsinin sonunda olsun, sonda əldə olunan bilik bacarıqdır. Uşaqlar hansı bilik bacarığa yiyələnəcək? Bu olur təlim nəticəsi. İndi müəllimə qeyd etdi, Gülmirə müəllimə, təhsil səviyyələri bildik. İndi müəllimə, məzmun xətti üzrə təlim nəticələri, ixtisasınız nədir müəllimə? Mənlə siz Salə müəllimə. Bəli, Gülmirə müəllimə, siz Coğrafiya. coğrafiya. Yəqin ki, öz fənninizin məzmun xəttlərini bilirsiniz. 3 dənə olmalıdır, səhv etmirəmsə. Məkan, təbiət, cəmiyyət. Hər bir müəllimə öz fənnin məzmun xəttlərini mütləq və mütləq əzbərdən bilməlidir. Bir var ki, məzmun xətti üzrə olan təlim, nəticələr. Bir də üçüncü də biz bayaq qeyd etdik, hər fənn üzrə sinifin sonu üçün müəyyən olmuş təlim nəticələr. Bəs bunu bu cür deyəndə nə başa düşürsünüz? Kim deyər? Bax, hər fənn üzrə sinifin sonu üçün müəyyən olmuş təlim nəticəsi. Nə deməkdir bu? Deyə bilərəm müəllimə. Buyur müəllimə. Yəni bu metodik dövlət tərəfindən verilmiş metodiki vəsait vasitəsilə, yəni il sonuna kimi nə hansı dərslər keçiləcəksə o nə? Hansı bilik bacarıqlar şagirdlər tərəfindən mənimsəniləcəksə, əldə olunacaqsa, bəli, onlar olur. Hər fənn üzrə sinifin sonu üçün müəyyən olmuş təlim nəticələri. Yəni bunun digər adı da illik hədəflər də deyə bilərik. Niyə illik? Çünki bir il üçün nəzərdə tutulur. Bir il üçün nəzərdə tutulan təlim nəticələrdir. Müəllimlər, belə sual verim. Müəllim niyə bu təlim nəticələri bilməlidir? Əvvəlcədən bilməlidir, sizcə? Kim deyə bilər? Niyə bilməlidir ki? Çünki müəllim qarşısına məqsəd qoymalıdır ki, sonda mən nəyi öyrədib, Hansı müəllimədir deyən? əldə eləyəcəm. Hansı müəllimə? Xəyalə müəllim, çox gözəl, bəli. Müəllim qarşısında məqsədi olmalıdır ki, o məqsədə çatmaq üçün planlı şəkildə hərəkət etməlidir ki, şagirdlərdə o bilik bacarığı reallaşdıra bilsin. Doğru qeyd edirsiniz, çox gözəl. Xəyalə müəllimə, bəs dərsin məqsədi, dərsin təlim nəticəsi, ikisi də eyni bir şey midir? Bəli, yəni bir dərsdə 1:45 dəqiqə ərzində əldə alt standartlara uyğun onu müəyyənləşdiririk. Seçdiyimiz alt standarta uyğun ki, bu gün şagirddən biz nəyi əldə eləyəcəyik? Dərsin sonunda hansı nəticələri gözləyirik? Ay, Xəyalə müəllim, çox gözəl. Biz gözlədiyimiz nəticəni də alacaq və həmən alt standartda reallaşdırmış olacaq. Əla, gözəl. Müəllimə, indi belə deyək, bayaq dedik ki, təhsil səviyyəsi üzrə təlim nəticəsi var. Dedik, hər fənn üzrə sinifin sonu üçün müəyyən olunmuş təlim nəticəsi var. Bir də dedik ki, dərsin məqsədi var. Bunları dövlət hazır şəkildə mi verir? Yoxsa müəllim çıxardır bunları? Xeyr, metodik vəsaitdə bunlar biz üçün hazır vəziyyətdə verilib. Hazır vəziyyətdə verilir. Amma bəs hansında müəllim çıxarda bilər? Alt standartda müəllim özü yenilik eləyə bilər. Bəli, dərsin məqsədini müəllim çıxarda bilər və yaxud da metodik vəsaitdə hər hansı bir dəyişiklik edə bilər. Amma təhsil səviyyələri üzrə olan
bir hər fən üzrə sinifin Məzmun sonu xətti üçün üzrə olan olan, illik ədədləri, bəli, doğru deyirsiniz. Onları dövlət hazır Onlar şəkildə dəyişə verir, bilmir. müəllim də onu Bəli. reallaşdırmağa çalışmalıdır, bəli. Amma alt standartdan çıxarılan o dərsin məqsədi, dərsin təlim nəticəsini müəllim çıxarda bilər. Öz belə Bəli. deyim də, şagirdlərinə uyğun, belə deyim, şəraitinə uyğun standartdan təlim nəticəsini çıxarda bilər. Yaxşı müəllimlər, təlim nəticəsindən nə çıxar sizcə? Nəyi çıxardırlar? Az standartdan biz təlim nəticəsini çıxartdıq. Bəs təlim nəticəsindən nə çıxarılır? Müəllimə, meyar çıxarılır. Bəli, qiymətləndirmə meyarı çıxarılır. Ay, sağ olun. Müsahibə imtahanının ən çox verilən suallardan deyə bunlar. Qiymətləndirmə meyarları məhz təlim nəticəsindən çıxarılır. Doğru qeyd edirsiniz müəllimə. Yaxşı müəllimlər, bunları qeyd etdik, təlim nəticə haqqında danışdıq. Keçək biz məzmun xətti tərəfə. Məzmun xətti nədir? Məzmun xətti fənn Müəllimə. Axşamınız xeyir Zənurə müəllimə, buyurun. Müəllimə, məzmun xətti leitmotivdir. Aha, Dəyişməzdir. aha. Ana xətti. Sonra Ana xətti Ana leitmotivdir, xəttidir, bəli. dəyişməzdir. aha. Məzmun xətti fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən Təmin edən. olunmuş məzmunun zəruri hissəsidir. Ay, sağ ol, Xəyalə müəllimə. Zəruri hissəsidir, əsas hissəsidir, Bəli. ana xəttidir, dəyişməzdir, doğrudur. Leitmotivdir, Leitmotivdir, dəyişməzdir. bəli. Bu məzmun Dəyişməzdir. xətti üçün olan əsas sözləri yaxşı bilin. Amma əsas hissədir, bünövrədir. Bəli, hər fənnin Zəruri şagirddə hissədir. formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşdirilir. Hər fən üzrə şagirddə formalaşdıracağı bacarıqlar üzrə müəyyənləşir. Bəli, bu da məzmun xəttinin ən çox istifadə olunan cümlələrindən biridir. Testlərdə də tez-tez qabağınıza gəlir bu cümlə. Bu cümləni də yaxşı bilsəz daha yaxşı olar. Məzmun xətti Eyni neçə zamanda rəqəmlə bir ifadə rəqəmlə olunur ifadə müəllimlər? Məzmun xətti neçə rəqəmlə ifadə olunur? Müəllim, bir. Bir rəqəmlə, doğrudur. Məzmun xətti bir rəqəmlə ifadə olunur. Yaxşı, 3 kodda məzmun xətti, 3 kod üzrə məzmun xətti, xəttinin yeri neçənci yerdir? Birinci yerdir. Birinci məzmun yerdir. xəttinin, Aferin sizə, Məsələn, bəli, birinci yer. əsas standartının birinci alt standartı əgər bir Birinci olanda elə. məzmun xətti, Bəli. sonra əsas standart, sonra da alt standart. Sonra alt standart. Ay, sağ ol. Yaxşı, məzmun xəttində görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirən nədir? Bax, məzmun xəttində məzmun xəttini izah edən, məzmun xəttini açıqlayan, məzmun xəttində görüləcək fəaliyyətin istiqamətini açıqlayan hissə nədir bəs? Əsas standart. Əsas standart. Ay, sağ ol müəllimlər. Onu açıqlayır. Bəli, əsas standartdır. da alt standart. Bəs əsas standartı Bəli, nə əsas izah standart. edir? Onu da alt standart. Alt standart. Aferin standart. sizə. Maşallah, yaxşı bilirsiniz. Hə? Bunlar hər Əsas biri də bilik fəaliyyətdə hamısı bunların ətrafında. standart sözündə harda müəllimlər standart eşitsəz, bilin ki, standartın iki hissəsi var. Bilik hissə, fəaliyyət hissəsi. Bu standartların istər məzmun standartı olsun, istər əsas standart, alt standart, hər birinin bilik hissəsi var, bir də fəaliyyət hissəsi var. Ay sağ ol. Yaxşı müəllimlər, əsas standart dəyişə bilər. Məzmun xətti dedik ki, dəyişməzdir. Əsas standart dəyişə Müəllimə, bilər. bəzən dəyişər. Yəni, Əsas standart nə zaman bəzən dəyişir, bəzən nə zaman dəyişir? Yəni Şagirdlərdə bilik və bacarığın əgər Aha. təmin olunubdursa, daha yüksək səviyyədə Lalə müəllimə, buyurun. yeni tapşırıq vermək olar. Yəni Daha istedada mürəkkəb malik bilik şagird, bacarığı əldə bəli, etmək onları üçün, bəli. mənimsəyibsə, Əsas olar, standart dəyişir. bəzən dəyişir, doğrudur. Yaxşı, alt standart nədir? Alt Təbliğ standartda əsas standartın bir hissəsini açıqlayır. Aha. Alt standart əsas standarta nisbətən dəyişəndir. Hər Ya, zaman daim müəllim dəyişir. tərəfindən Alt standartın tərifini kim deyər bizə?
Tərifinə. Deməli, Ifadə ilə qoşulmuş müəllimə. Buyur. şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Ancaq summativ qiymətləndirmə zamanı təmin edilir bu standart. Alt standart summativ qiymətləndirmənin aparmasını təmin edir. Doğrudur. Bəli. Doğrudur müəllimə. Ay sağ olun. Yaxşı, alt standartın 4 dənə əsas funksiyası var. Özü də bu funksiyalarda tez-tez testlərdə də verilir. Bu 4 funksiyanı kim sadalayar bizə? Gülmürə müəllimə, buyur, əl qaldırmısınız. Alt standartın 4 əsas funksiyaları aşağıdakılardır. Təlim məqsədlərinin dəqiq müəyyən olunması, Ay, təlim strategiyalarının düzgün seçilməsi, ay sağ olun. təlimdə inteqrativliyi təmin edir. Bir Aha. də təlimin məzmununun davamlı inkişafına xidmət edir. Ay sağ olun. Başa 5-ci əlavə də var idi müəllimə, o da summativ qiymətləndirmə. Bəli, summativ qiymətləndirməni də alt standart təmin edir. Müəyyən edir, bəli. Bəli. Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Yəni bu nə deməkdir? Alt standartdan təlim nəticəsi çıxarılır. Bu cür bağlılıq var. Sonra təlim strategiyalarının dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Yəni bu nədir? Biz dərsimizin təşkilini necə təşkil edəcəyik, hansı iş üsulundan, iş formasından istifadə edəcəyiksə, burada da alt standart rol oynayır. Sonra təlimdə deyir interaktivliyi təmin edir. Yəni təlimdə interaktivlik deyəndə inteqrasiyanı. Hansı inteqrasiyadan istifadə edəcəyik dərsimizdə? Bunda da alt standartın rolu var. Bir də var təlimin davamlı inkişafını təmin edir. Yəni sadədən biriksə yadınızda saxlayın. Sadədən mürəkkəbə doğru inkişaf edir. Sadədən mürəkkəbə doğru inkişaf edir. Bax bunlar hamısı bir də yadınızda saxlayın ki, sinif və fənlər üzrə summativ qiymətləndirməsinin təmin olunmasında da alt standartın rolu var. O da yenə alt standart tərəfindən təmin olunur, aparılmasını təmin edir. Bax bu alt standartın əsas funksiyalarını biz nədik? Qeyd elədik. Bildik ki, hansı funksiya nəyə xidmət edir? Biz onların əsas hissələrində nədik? Açıqladıq. Yaxşı, müəllimlər, alt standart özü nəyi izah edir, nəyi açıqlayır? Əsas standart. Əsas standartı. Əsas standartı. Ay, sol, bəli. Alt standart da əsas standartı izah edir, açıqlayır. Belə deyək, hansı müəllim də siz səs açan kimi echo verir. Bax, hər bir müəllimi, belə deyək də, hər hansı bir fən müəllimləri olsun, hər bir fənin öz məzmun xəttləri var. Öz məzmun xəttləri olduğu kimi, fənə görə biz bayaqlarımda dedik, məzmun xətti dəyişməzdir. Amma fənlərə görə, məsəl üçün, Azərbaycan dilinin məzmun xətti ilə riyaziyyatın məzmun xətti eyni olmayacaq. Eləmi? Fənə görə bir-biri ilə fərqlənə bilər. Yoxsa fən daxilində 1-ci sinifdən 11-ci sinifə qədər eyni məzmun xətti ilə nə olacaq? Eyni məzmun xətti olacaq, davam edəcək. Ay, sağ olun. Bax, məzmun xəttində olsun, siz fən müəllimləri və yaxud da fən müəllimi belə deyək də, və yaxud da ibtidai sinif müəllimləri olsun, hər bir müəllimə öz fənnin məzmun xəttlərini əzbərdən ardıcıl şəkildə bilməlidir. Bu əsas məsələlərdən biridir. Sonra belə deyək, məzmun xəttlərində biraz əlavələr də oldu. Hansı fənə? Fizikada oldu desən, kimyada oldu. Biraz əlavələr də oldu olmağına. İndi siz o əlavələrlə birgə hamısını nə etməlisiniz?